Ginekologiyada nə kimi estetik prosedurlar mövcuddur? Kimlərə uyğundur? Hansı hallarda əməliyyata göstəriş verilir? Ege Hospitalın cərrah mama ginekoloqu uzman doktor Gülmirə Əliyeva danışacaq. Yetərincə deneyimi olmayan, bilgisi olmayan, anatomiya hakim olmayan ginekoloqlar daxil bu əməliyyatları icra edərsə və həm kosmetik açıdan, həm də funksional açıdan geri dönməz ağırlaşmalar, xəsarətlər verə bilər xəstəyə. Hər vaxtınız xeyir olsun əziz ARB TV izləyiciləri. Mən doktor Dilbər Rahim. Səhhətimizin bugünkü buraxılışında hər birinizi xoş gördük. Verilişə Ege Hospitalın Reproduktiv Təbabət Mərkəzinin baş sponsorluğunda baxırsınız. Bugünkü qonağımız Ege Hospitalın uzman mama ginekoloqu Gülmirə Əliyevadır. Əziz tamaşaçılar, kofenizi, çayınızı hazır edin, ekrana yaxın əyləşin. Çünki gündəmi yetərincə işğal edən bir mövzudan danışacağıq bugün. Ginekologiyada estetik cərrahiyyədən danışacağıq, estetik prosedurlardan daha doğrusu. İstərdim qonağıma ilk sualımı səsləndirim ki, ay doktor, bu prosedurlar nələrdən ibarətdir? Hansı prosedurlardır? Məhz ginekologiyada estetik prosedurlar. Ümumiyyətlə, ginekolojik estetik alanda hansı işləmlər görülür? Bir, kosmetik məqsədlə, yəni estetik görünüm məqsədlə işlənən uygulamalar. İkinci, bərpa əməliyyatları, rekonstruktiv cərrahi, yəni orada orqan disfunksiyonu varsa, onun bərpası. Üçüncü olaraq da yeniləmə, regenerativ tədavilər. Regenerativ, yəni yaşlanma əleyhinə gəncləşmək üçün edilən işləmlər. Bu üç işləmləri etdiyimizdə əslində bu sahənin avantajı budur ki, xəstələrin çoxu məmnun qalır və başarı ehtimalı da yüksəkdir. Sadəcə bu işdə həm bilgisi olan, həm də pratiği olan, yəni deneyimli olan həkimlər iş görməlidir. Onda kimlər bu prosedurları icra eləməlidir deyə bir sual çıxır ortaya doktor. Aynen. Əgər birincisi, yetərincə deneyimi olmayan, bilgisi olmayan, anatomiya hakim olmayan ginekoloqlar daxil bu əməliyyatları icra edərsə, sonucu həm kosmetik məqsədlə, həm kosmetik açıdan, həm də funksional açıdan geri dönməz ağırlaşmalar, xəsarətlər verə bilər xəstəyə və bu da çox ciddi hüquqi problemlərə səbəb olur. İkinci olaraq, mənim düşüncəmə görə son zamanlarda zaten plastik cərrahlar, kosmetoloqlarda müdaxilə etməyə, istər cərrahi olmayan prosedürlər icra etməyə çalışırlar. Ancaq mənim fikrimcə, genital anatomiyaya hakim olan ginekoloqlardır və orada hər hansı bir yolunda getməyən bir ağırlaşma olarsa və yaxud da ki, əməliyyatı estetik açısından, dikiş açısından çox gözəl etmiş ola bilər, ancaq funksiyasını bozmuş ola bilər. Yəni biz həkimlər orqanlara, ya orada bir genital işlem etdiyimizdə orqanların funksiyasını pozmadan bunu icra etməliyik və mənə görə bu eğitimi alan ginekoloqlar bu işlemləri uygulaya bilər. Ne yazık ki, ölkəmizdə və yaxın ölkədə, Türkiyədə, universitetlərdə asistan eğitimində ginekolojik estetik cərrahiyə aid bir eğitim yoxdur. Və bunu biz məcburuq ki, həkimlər, ginekoloqlar uzmanlığımızı aldıqdan sonra öz istəyimiz və öz çabamızla genital estetik cərrahiyə hands-on eğitimləri var. Bu eğitimləri qoşulaq və deneyimlədikdən sonra xəstələri uygulayaq. Aydındır. Biraz da bir ixtisaslaşmanın dar sahədə gedən bir ixtisaslaşma məsələsidir. Bunda belə çıxır ki, əziz tamaşaçılara da buradan bir daha altı qırmızı xətlərlə deyək ki, plastik cərrah və s. kosmetoloq, dermatoloq yanına getmək olmaz. Məhz siz əgər öz sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bunun da əlbəttə ki, ixtisaslaşmış həkimlərə belə deyə özünüzü... Ginekoloqlar etmiş olsa belə, onların belə bu sahədə yetərincə deneyimləri olması lazım. Yəni yetərincə ixtisaslaşmalıdırlar. Aydındır doktor. Ümumiyyətlə mən belə bir sual vermək istərdim ki, doktor, niyə gündəmdədir bu dəqiqə üçün bu məsələ? Yəni gündəmdə olmağının səbəbi nədir?
Səbəbi budur ki, zaten 2000-ci illərdən sonra internetin yaygınlaşdıqdan sonra sosial mediada görsəlliyə aid olan videoların, paylaşımların çoxalması, insanların gözəlliyə, görsəlliyə çox düşkün olması, daha çox merak etməsi və bir görsəlləmə kıyaslamanın, müqayisənin ortaya çıxması. Bundan başqa ailədə kötüyə gedən evlilik münasibətlərində cinsel disfunksiyon varmı, cinsəlliyə bağlı olduğunu düşünüb bu yöndə yaxşılaşdırma məqsədi ilə başvuranlar var və üçüncü olaraq da anti-aging tədavilər ki, vücudumuzun hər yerində bədən şəkillənmə, üz nahiyəsində edilən işləmlər bu yaşlanma əleyhinə işləmlər icra olunduğunda bu genital nahiyədə uygulama artmaqdadır son zamanlarda. Anladım, doktor. Ümumiyyətlə bu estetik prosedurlar, ginekologiyada istifadə olunanlar kimlərə edilir? Yəni az öncə dərsində vurğuladığınız 3 kateqoriyadakı pasiyentlərdən gedir əslində söhbət. Amma tam olaraq kimlər müraciət edir sizə? Gözəl bir sualdır. Hər doğuş edən xəstə genital estetik cərrahiyə məruz qalmalıdırmı? Ehtiyacı varmı? Məncə bu tək mənalı olaraq cavabı xeyirdir. Çünki xəstəni kişisəlləşdirilmiş olaraq dəyərləndirmək lazım, individual olaraq dəyərləndirmək lazım. Pasiyent təbii doğuş etdikdən sonra bu şikayətlər daha çox qarşımıza çıxmasına rağmen bəzi xəstələrdə heç bir simptom, şikayət yoxdur və cinsel münasibətlərində də problemi yoxdur. Belə xəstələr əməliyyat olmaya bilər. Peki kimlər əməliyyat olmalıdır? Burada məsələn görsəllik olaraq, kosmetik olaraq hansılara aiddir? Andan gəlmə bəzən pasiyentlərdə cinsiyyət dodaqları asimetriyası, həddindən artıq böyük və sarkıq olması, klitorisin həddindən artıq böyük olması durumları var və yaxud da ki, doğuşdan sonra o yırtıqların düzgün bərpa edilməməsi, dikişlərin sonradan ayrışması və ya infeksiya ilə düzgün sağalmaması kimi çapıqlar əmələ gəlir. Bunlar görsəlliyə aiddir. Anatomik olaraq xəstənin doğuşlardan təkrarlayan və travmatik doğuşlardan sonra sidik hissəsi sallanması, vagina ön divarı sallanması, arxa divarı sallanması, buna biz bağırsaq sallanması deyirik və yaxud da ki, genital açıqlığın daha da böyüməsi, vaginal mukozanın dil şəklində oradan çıxması, ilişki sırasında ağrılara səbəb olur, disfunksiya rahatsızlığa səbəb olur və ya ilişki sırasında hava qaçışına səbəb olur, aşırı ıslaqlıq və təkrarlayan axıntılara səbəb ola bilir. Tamamilə qadın diskomfortu. Bəli, bu kimi durumlarda doğuşlardan sonra müraciət edə bilərlər xəstələrimiz və doğuşlarını tamamladıqdan sonra, fertilitəsini tamamladıqdan sonra, məsələn, bir doğuş edib yüngül şikayətləri var, xəstəni həmən işləmə almamaq lazım. Çünki bu xəstə ikinci, üçüncü doğumlarını da etməlidir. Çünki biz bu əməliyyatları etdikdən sonra keyseriya əməliyyatını məsləhət görmürük. Yəni, sırf bu əməliyyatı olmursan, gəl səni keyseriya edək, düzgün bir məntiq deyil. Bu artıq işin incəlikləridir, hansı ki, tamamladıqdan sonra səbr edib, ondan sonra o əməliyyatlar icra edilməlidir. Və bəzi pasiyentlərimiz var, lichen sklerozuz, özəlliklə yaşlı, 50-60 yaşlı qadınlarda ortaya çıxan atrofiyalaşma ilə gedən özəl bölgənin qurulması, çatlaması, qanaması, həddindən artıq qaşıntı və ya menopoza girdikdən sonra genitouriner sindrom dediyimiz durumda yenə eyni ilə vulvovaginal atrofiyalar ortaya çıxır. Burada isə yenilənmə, gəncləşmə tədaviləri, biraz öncə dediyimiz mezoterapiyadır, PRP tedavisidir, onları istifadə edirik. Aydındır. Bəs ümumiyyətlə doktor, ümumi danışdıq biz ginekologiyada estetik müdaxilə, prosedurlar daha doğrusu. Bunları cərrahi və cərrahi olmayan prosedurlar olaraq ikiyə ayıra bilərik bildiyim qədərilə və ilk öncə istərdim cərrahi prosedurlardan danışaq ki, bunlara hansılara aiddir? Cərrahi prosedurlar, labioplastika, oradan başlayaq. Labioplastika nədir? Cinsiyyət dodaqlarının plastikası, təmiri. Biraz öncə bəhs etdim, asimetriya olduğunda və ya aşırı böyük və sarkıq olduğunda görüntü olaraq icra edilə bilər. Hüdroplastika və ya klitoroplastika dediyimiz klitorisin həddindən artıq böyük olması və mikropenis görüntüsü verməsi. Bu görüntüdə də xəstə rahatsız olur və bəzən isə həddindən artıq dəri katlantısının uzun, böyük olması cinsel həzzi azaltmaqdadır. O zaman klitoroplastika icra edilə bilər. Bundan başqa major labioplastika, yəni böyük cinsiyyət dodağının həddindən artıq böyük olması bəzən də onun reduksiyonu üçün əməliyyat icra edilə bilir. Ən sıx etdiyimiz əməliyyatlar isə vaginoplastika-dır. Vaginoplastika ümumi termin deyirik, amma burada vagina ön divar və arxa divar sarkmalarında sistosel onarımı, rektosel onarımları ola bilər. Və perinoplastika dediyimiz
çöl tərəfdə perinenin vestibulunun doğuşlar sırasında həddindən artıq genişləməsi və yırtıqlarında icra etdiyimiz bir əməliyyat. Bəzən isə himenoplastika icra oluna bilər. Himenoplastika himenin təkrar öncəki vəziyyətə qaytarılması, bakteriyanın geridən qaytarılması əməliyyatıdır. Düzdür, biz çox istifadə etmirik, ümumiyyətlə bu yasada yoxdur. Ancaq bəzən isə himen qızlıq zarının tamamilə qapalı olması durumunda ki, bu təcili durumlardan birisidir. Adət qanamasının dışarı axmaması və qarın içərisinə yığılması, vagina və uşaqlıq içərisinə yığılması. Burada artıq o üzərində cərrahi işləmlər icra olunub, orqanı boşaltmaq lazım. Buna biz himenoplastika deyirik. Cərrahi işləmlər adətən bunlardır. Bəs digər prosedurlar, hansı ki, və yəqin ki, inyeksiyon prosedurları da daha çox anti-aging bunlara aiddir. Bunlardan danışaq biraz da doktor. Ən çox istifadə etdiyimiz ginekologiya, estetik cərrahi işləmlərdə lazer tədavisidir, genital lazer. Lazerlə yanaşı radiofrekans tədavi. Bunlar ikisi bir-birinə bənzərdir. Yəni bir enerji bazlı işləmlərdir və bunlar vasitəsilə hansı prosedurlar icra oluna bilər, hansı simptomlarda icra oluna bilər. Vaginanın həddindən artıq geniş olması, gəvşək olması, ıslaq olması, belə xəstələrdə icra etdiyimizdə vaginal sıxlaşma, darlaşma ortaya çıxır. Bu birkaç seansdan ibarət olur. Bəzən isə stres üriner inkontinans dediyimiz sidik qaçırmada istifadə oluna bilər. Orada da fayda qazandığımız olur. Çoğu zaman da vulvovaginal perine nahiyəsində ya da anus nahiyəsində rəng koyulaşdığında, tündləşdiyində də açma işləmləri üçün istifadə oluna bilər. Bundan başqa G-shot uygulamaları, O-shot uygulamaları işləmləri var. G-shot uygulaması nədir? Vaginanın üst ön divarında distal 1/3 hissəsində G nöqtəsi var. Bu G nöqtəsi nə deməkdir? Sinir impulslarının yoğunlaşdığı bir yerdir. Sinir təchizatının yoğun olduğu bir yer və bu nahiyyə biz bəzi işləmlər edərək ya hyaluronik asid dolgusu ya da bir PRP tədavisi etdiyimizdə oradakı sinir innervasiyasını daha da gücləndirmiş oluruq. Bundan başqa O-shot uygulaması var. O-shot uygulamasında isə vagina iç divarına deyil, labium cinsiyyət odağı, küçük cinsiyyət odağı ətrafına, klitoris ətrafına və vestibulum nahiyəsinə uygulana bilər. Bundan başqa anti-aging tədavilərdən sizin söylədiyiniz yaşlı pasientlərdə, menopoza girmiş xəstələrdə, genitouriner sendromda, lichen sklerozusda quruma, çatlama, atrofiyalaşmaya, ağrılara bağlı, disparoniya, ilişkidə ağrıya bağlı bu tədavilər icra oluna bilər. PRP uygulamasıdır. Son zamanlarda stromal vaskülər fraksiyon dediyimiz yağ toxumasından əldə edilmiş xüsusi hücrə qarışımı var. Bunların icra olunması vagina və vulvaya birkaç seansdan sonra şikayətlərində geriləmə və yumşalma olur. Aydın doktor, təşəkkürlər. Bəs ümumiyyətlə bayaqdan danışırıq tam olaraq bu estetik cərrahiyyə, estetik prosedurlar kimlərə lazımdır, kimlər etdirməlidir, kimlər etdirsə yaxşı olar və s. Amma kimlərə əks göstərir işte doktorum? Yəni kimlər etməməlidir ümumiyyətlə bu prosedurları? Nə yazıq ki, bu sualı xəstələr bilmir, bilmədikləri üçün də və bəzi doktorlarımız da gərəksiz şəkildə bu işləmləri icra edir yanlış bir zamanda. Məsələn, xəstə gəlmiş keysəriyyə olmaq istəyir, əməliyyat sırasında və ya doğuş sırasında təbii doğuş icra edərkən doktor gəlmişkən bir də o estetik əməliyyatı icra edin, özəl bölgəmdə vaginal daraltma edin və yaxud da ki, keysəriyyə olub bunu abdominoplastika edin, genital bölgədə daralma etdirin. Bu işləmlər düzgün deyil, yanlış bir yaxlaşımdır. Çünki biz nə qədər estetik işləm orada icra etsək də o öz nəticəsini verməyəcək. Hamiləlik fiziologiyasına bağlı olaraq toxumalar ödəmli, şişkin, tikişlər tutmayacaq, ya infeksiyalaşma ehtimalı yüksəkdir. Tam istədiyimiz nəticə olmur. Ona görə biz xəstələrimizə deyirik ki, hamiləlikdə və hamiləlikdən sonraki ilk 4-5 ayda kesinliklə bu işləmləri icra etdirməyək. Yəni puerperium dönəmində kesinliklə olmaz. Başqa hansı durumlarda ciddi vaginal infeksiyalar varsa, herpes infeksiyonu aktiv bir dönəmdədirsə, o zaman infeksiyanın müalicəsindən sonraki dönəmə ertələməyi məsləhət görürük. Və ya şəkəri kontrolsüz olan diabetlərdə, diabet xəstələrində şəkəri kontrolü aldıqdan sonra, düzənli halə gəldikdən sonra əməliyyat etməyi məsləhət görürük. Çünki yara yeri sağalması gecikir və infeksiyalaşma ehtimalı artır. Vücud kilo indeksi 30-un üstündə, yəni morbid
obezitesi olan, piyələnməsi olan qadınlarda, həddindən artıq kilolu qadınlarda da kilo verib müəyyən qədər sonrasında əməliyyat olmayı məsləhət görürük. Bir də ən önəmlisi, özəlliklə genital estetik cərrahiyyədə ən önəmlisi bədən dismorfik pozukluq dediyimiz bir durum var. Bu əslində psixiatrik bir pozukluqdur. Xəstənin öz bədənini bəyənməməsi. Aha, bu artıq psixiatrik bir vəziyyətə keçir. Vəziyyətdə ancaq biz belə xəstələrlə çox qarşılaşırıq. Bu xəstələr bir gəldiyində bizə söylədiyi şikayət, doktor, mən bir neçə əməliyyat etdirmişəm, üz nahiyəsində bədən şəkləndirmə, genital nahiyədə bunu etdirmişəm, ancaq bunu bəyənmirəm, öz bədənimi bəyənmirəm, razı deyiləm şəklinə gəlir. Əslində bədən dismorfik pozukluğunda biz ehtiyac olmasa da xəstə dilə gətirir əməliyyat olmağı və əməliyyat olsa da yenə bəyənmir, razı qalmır. Bu xəstələr çoğu zaman əməliyyata ehtiyacı olmayan xəstələrdir və burada mütləq bir psixiatrik konsultasiyonu edilməli, xəstə dəyərləndirməlidir və bu xəstələrin əməliyyatından qaçılmalıdır. Doktor, ümumiyyətlə istərdim ki, bu mövzu ətrafında son olaraq xanımlarımıza öz məsləhətinizi verəsiniz ki, tam olaraq nələrə diqqət edilməlidir və bir ginekoloq kimi məsləhətləriniz mümkünsə, doktor. Yəni genital estetik cərrahiyyədə özəlliklə məsləhət gördüyüm durum lüzumsuz əməliyyatlardan qaçınmaq, ancaq şikayətləri varsa səmimicə həkiminə məlumat verməkdir. Xəstə yetərincə şikayətlərini dilə gətirməlidir, səmimi bir söhbət olmalıdır və həkimlər də gözəl bir empati qurmalıdır bu xəstələrə qarşı. Özəlliklə bu sahədə empati qurma bacarığımız olmalı və ikinci olaraq da hər xəstə eyni deyil. Necə ki, barmaq izlərimiz fərqli olduğu kimi genital bölgənin quruluşu, görsəlliyi də xəstədən xəstəyə fərqlilik göstərir. Və hər xəstəyə individual şəkildə yanaşılmalıdır. Xəstənin özünün də bu əməliyyatlardan bəkləntiləri, gözləntiləri və tələbi bir-birindən fərqlidir. Ona görə hər xəstəyə individual yaxınlaşmaq lazımdır. Təşəkkür edirəm, doktor. Ətraflı izahınıza görə ümid edirəm gələn verilişlərdə sizi burada görmə imkanımız olar. Təkrar xatırlatma eləyim ki, bizim bugünkü qonağımız Ege Hospitalının uzman mama ginekoloq Gülmürə Əliyeva idi. Təşəkkürlər bir daha, doktor. Mən təşəkkür edirəm. Əziz tamaşaçılar, Səhhətimiz verilişinin bir buraxılışının daha sonuna gəldik. Səhhətimizə 1-ci, 3-cü, 4-cü günlər ARB TV ekranlarında saat 10-da izləyə bilərsiniz. Əlavə olaraq da tək ARB TV ekranlarında yox, həm də sosial media hesablarından bizi izləyə bilərsiniz və şərhlər bölməsində suallarınızı qeyd edə bilərsiniz ki, biz də öz ixtisaslaşmış həkimlərimizlə birgə o suallara cavab tapa bilək. Səhhətimiz sağlam gələcəyin təminatı, əziz dostlar. Gəlin gələcəyimizi birgə qoruyaq.